Salam, hər vaxtınız xeyir. Əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim mövzu qarışıq ədədlər mövzusu olacaq. 4-cü sinif səviyyəsində çox da asan bir mövzudur. Çalışmalar və testlər üzərində daha möhkəm şəkildə öyrənmiş olarıq. Yəni çox da izah tələb etməyən mövzudur. Biz artıq kəsirlərlə tanış olmuşuq deyə bizə çox da çətin gəlmir. Biz kəsirlərlə tanış olmuşduq. Məsəl üçün 5-də 3, 4-də 1 və s. Bugün nəyi öyrənirik? Qarışıq ədəd. Nədir bu qarışıq ədədlər? Qarışıq ədəd tam ədəd və kəsir hissədən ibarət olan ədəddir. Baxın, məsələn, deyirəm ki, 2 dənə tamın 4-də 2 hissəsi. 2 dənə tam var, 4-də 2 hissə var. Nədir bu? 2 tam 4-də 2 hissə. Məsələn, təsəvvür edin ki, 2 dənə bütöv tortunuz var və yaxud da pizzanız var. 2 dənə bütöv. Və əlavə olaraq da tortun 3 hissədən və yaxud 4 yazmışam da bura, 4 hissədən 2 hissəsi var. Baxın, bu zaman deyirik ki, 2 tam tort, bir də 4-də 2 hissə. Gəlin çalışmalar üzərində ümumi şəkildə görək nə deməkdir. Deməli, başlayaq ilk sualdan. İlk sualda bizə deyir ki, ədəd oxunda göstərilən qarışıq ədəd hansıdır? Baxırıq, görürük 2 dənə tam var. 2 dənə tam varsa, deməli, bir tamlar getdi. 5 dənədən 2 dənəsi. Bəli, 5 dənədən 2 dənəsi. Cavab B variantı. Hansı qarışıq ədədin oxunuşu doğru verilməyib? Hansı qarışıq ədədin oxunuşu düzgün verilməyib soruşur bizdən. 5 tam 3-də 2. 5 tam 3-də 2. Düzdür. 11 tam 4-də 1. Bu da düzdür. 10 tam 10-da 3. 10-da 3 deyir. 10 tam 10-da 3 olmalıydı. Yanlış olan C variantıdır. 3-də bizə deyir ki, Fuad tapşırığın 1 tam 4-də 3 hissəsini, Fərhad 2 tam 3-də 1 hissəsini, Cavid 1 tam 8-də 7 hissəsini, Cəlal isə 2 tam 9-da 5 hissəsini həll etdi. Kim daha çox tapşırıq həll etdi? Təbii ki də buradan görürük ki, Cəlal daha çox tapşırıq həll etmiş olub. Yəni 2 tam 9-da 5 hissəsini həll edib. 4-də isə bizə deyir ki, şəkillərə uyğun qarışıq ədəd hansı bəddə doğru verilib? 1 tam 9 dənədən 8 dənəsi. Bu yanlışdır, çünki 4 dənəsi var burada. 2-də deyir ki, B-də isə 3 tam yox, 2 tamdır. Baxın, 2 dənə tam var. Ona görə də 3 tam deyil. B də ola bilməz. Daha sonra C variantına baxırıq. C-də isə 3 tam 2 dənədən biri, bəli, düzgün verilib. D-də isə baxın, 3 tam var, 3 dənə tam var. Yəni burada 3 olmalıydı, 3 dənədən biri. Bu da düzgün deyil, düzgün olan C variantıdır. Baxırıq 5-ci tapşırığa, hansı böyükdür? Deməli, biz bilirik ki, bərabər kəsir, daha doğrusu kəsirlərin böyük və ya kiçik olmasını necə bilirdik? Məxrəcləri bərabər olub, sürəti böyük olan böyük idi. Sürətləri bərabər olub, məxrəci kiçik olan böyük idi. İndi də tam hissəsi böyük olan böyükdür. Baxırıq, burada 3 tamlar var, yəni A, B, C gedəcək. 4 tam böyük olacaq, yəni 4 dənə tam 7-də 5 böyük olacaq. Cavab D variantı. 6-da deyir, hansı xanayı 3 yazsaq müqayisə doğru olar? Yaxşı, 3-ləri yazaq. Görək hansı hissə düzgün olacaq. 2 tam 2 tam. Bəli, 7-də 4 düzgündür. 3 4-dən kiçikdir. Cavab elə A variantı olmuş olacaq. Bu tərəflərə də baxırıq. 3 böyük deyil. 3 tam böyük deyil, 6 tam daha böyükdür. Burada da 3 böyük deyil, 4 böyükdür, ola bilməz. Cavab elə A variantı. 7-də deyir, A 4 tam 7-də 3 olarsa hansı variant yanlışdır? Deməli, bura qoyaq 4 tam 7-də 3. Baxaq görək düzgündür. Bəli, bu düzgündür. Eyni şəkildə 4 tam 7-də 3 bura bərabərdir. Bu da düzgündür. 4 tam 7-də 3 bu
Bu da düzgündür. Yanlış olan D variantıdır. 4 3'dən kiçik deyil, ona görə yanlışdır. 1-də isə 1,9'da 4, yəqin ki 9'da 4'dür. Aha, 1,9'da 4'dən kiçik qarışıq ədəd hansıdır? Deməli, kiçik deyirsə 9'lara baxırıq. Kiçik, deməli, burada olacaq B variantı. B variantı kiçikdir. 9'da hansı müqayisə doğrudur? Hansı müqayisə doğrudur? 2 tam 1 tamdan böyükdür. Elə A variantı düzgün cavabdır. Hansı bənddə kəsrlər artan sırayla düzülmüşdür? Baxırıq, 4-dan 5-də 4, 4-dan 5-də artan sıra deyilsə, deməli bu azalan sıradır, bu ola bilməz. 3'də 2, bəli, burada tamı yoxdur. Sonra 1 tam 4'də 1, 1 tam 2'də 1, 2 tam 3'də 1 artan sırayla düzülüb B variantı. Baxırıq daha sonra çalışmalara. Çalışmalarda görək bizdən nə istəyir? Yazır ki, verilmiş şərtlərə uyğun qarışıq ədədləri yazın. 7 tam 8'də 5. 11 tam 20'də 7. 11 tam 20'də 7. 13 tam 5'də 3. 13 tam 5'də 3. 1 tam 7'də 1. 1 tam 7'də 1. 10 tam 4'də 2. 12 tam 6'da 5. Bu formada olmuş olacaq. Ədəd oxu üzərində hər bir nöqtəyə uyğun qarışıq ədədi yazın. Deməli, A-da olacaq 1 tam 10'da 4. 1 tam 10'da 4. Görürük ədəd oxunu. B-də olacaq 2 tam 10 dənədən 2 dənəsi. Çünki 1, 2. D-də olacaq 3 tamdan, deməli 10 dənədən 7 dənəsi, hər ara 10 dənə deməkdir, ona görə 10 götürürük. D-də isə 3 dənə tam var, 10 dənəsindən 9 dənəsidir, bu formada olmuş olacaq. Verilmiş qarışıq ədədləri müqayisə edin. Deməli, müqayisə eləsək, bu böyük olar, müqayisə eləsək 8 böyük olar, müqayisə eləsək bu tərəf böyük olar, müqayisə eləsək 2 tam böyükdür, müqayisə eləsək 3 tam böyükdür, müqayisə eləsək 12 böyükdür, müqayisə eləsək 7 tam böyükdür, müqayisə eləsək 9 böyükdür. Burada da müqayisə eləsək bərabər deməkdir. Daha sonra baxırıq, təsvirlərə uyğun nə istəyir bizdən? Qarışıq ədədlər yazın. Qarışıq ədədlər yazsaq, deməli bir dənə tamdır. 1 dənə tamdır. 1, 2, 3, 4. Daha doğrusu 1, 2, 3, 4, 5. Aha, 5 dənədən, 1 tam 5 dənədən neçə dənəsi? 3 dənəsi. Deməli, 1 tam 5 dənədən 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dənədən 2 dənəsi. 2 tam 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənədən deməli 1 dənəsi. Burada da 4 tam 8 dənədən 6 dənəsi bu formada olmuş olacaq. Verilmiş qarışıq ədədlərdən bərabər olanları dairəyə alın. Aha, bərabər olanları dairəyə alsaq, 2 tam 4'də 3 ilə 2 tam 8'də 6 bərabər olmuş olacaq. Çünki orada biz bərabər kəsirləri kesmişik. 2'yə vursaq 8 eləyəcək, 2'yə vursaq 6 eləyəcək. Bu formada tapa bilərik. B-də isə 7 tam 18'də 6 ilə 7 tam, deməli neçəyə bölsək? 6'ya bölsək 3, 6'ya bölsək 1. 7 tam 3'də 1 ilə bərabərdir. C-də isə 9 tam 4'də 2, 2'yə vursaq 8, 2'yə vursaq 4 eləmiş olacaq. 2 tam 4'də 2 ilə 9, daha doğrusu 9 tam 4'də 2 ilə 9 tam 8'də 4 bir-birinə bərabərdir. Daha sonra baxırıq, 1 tam 5'də 3 ilə 2'yə vursaq 1 tam 10'da 6 bir-birinə bərabərdir. 3 tam 7'də 3 ilə 2'yə vursaq 6, 2'yə vursaq 14. 3 tam 7'də 3 ilə 3 tam 14'də 6 bir-birinə bərabərdir. F-də isə bizə deyir ki, 7 tam 4'də 3'ə 2'yə vursaq 3'ə vursaq 9, 3'ə vursaq 12 eləmiş olacaq. Bunlar bir-birinə bərabərdir. İndi baxırıq çalışmalara. Çalışmalarda isə boş xanalara elə ədədlər yazın ki, müqayisə doğru olsun. Müqayisə doğru olsun, onda buraya 2 yazaq. Məsələn, 2 yazaq. Deməli, burada yazaq 3 tam.
ən kiçiyini yazdım. Burada yazsaq, böyükdür deyirsə, deməli, bura neçə yaza bilərik? Deməli, 13,13-dan böyükdürsə, elə bir saniyə. Bura 2 yazaq. Daha sonra baxırıq D-yə. D-də isə bura elə ədəd yazaq ki, tamlar böyük olsun. Məsələn, 5 tam. Daha sonra 15 böyükdürsə, bura yazırım elə 15. Daha sonra kiçikdirsə, burada isə tamı yoxdur. Daha sonra baxırıq digərinə. Deməli, burada 1 yazacağıq. Daha sonra baxırıq. Digərinə baxaq görək. 12 tam böyükdürsə, deməli, burada istənilən ədədi yaza bilərik. Baxırıq məsələlərə. Məsələlərdən bizdən nə istəyir? Məsələləri həll edin. Avtobus 1-ci saat 1,16-da 4. İkinci saat isə 1,8-də 2. Üçüncü saat isə 1,4-də 3 kilometr yol getdi. Avtobus hansı saatlarda bərabər məsafə qeyd etmişdir? Təbii ki də birinci və üçüncü saat. Çünki 2-yə bölsək 8, 2-yə bölsək 2 eləmiş olacaq. Birinci və ikinci saat eyni məsafədə, bərabər məsafəyə qət etmişdir. B-də isə bizə deyir ki, Nigar 1,8-də 5 saat, Fərid 1,8-də 7 saat, Günay isə 2,3-də 1 saat ev tapşırıqları ilə məşğul oldu. Kim ev tapşırıqlarını daha az vaxt sərf etdi? Təbii ki də Nigar 1,8-də 5 saat vaxt sərf edib. Daha sonra baxırıq digərlərinə. Digərində bizdən nə istəyir? Sıralamanı pozan kəsir hansıdır? Sıralamanı pozan kəsir. Burada baxırıq, artan sıra ilə bizə veribsə, deməli, niyə belə oldu? 6,3-də 2 kəsiri sıralamanı pozub. Burada görürük ki, bərabər kəsirlərdir. Yenə də sürətlərə baxırıq. Sürətlərdə sıranı pozan 17,8-də 1-dir. Daha sonra baxırıq C variantına. C variantında baxırıq yenə də əgər artan, daha doğrusu azalan sıradırsa, C variantında olacaq 5,13-də 3 sıralamanı pozub. D-də isə baxırıq hansı formada gedib, azalan sıradırsa, deməli burada 9,9-da 4 sıralamanı pozmuşdur. Baxırıq 9-cu tapşırığa. Təsvirlərə uyğun qarışıq ədəd yazın. 1 tam neçə dənədəndir bu? 7 dənədən 4 dənəsi. 2 tam 4 dənədən 3 dənəsi. 1 tam deməli 6 dənədən 3 dənəsi. 2 tam 10 dənədən 5 dənəsi. Burada da 1 tam 2 dənədən 1 dənəsi. Burada da 2 tam neçədir bu? 8 dənədən 5 dənəsi. Bu da bizim qarışıq kəsirlər olan, daha doğrusu qarışıq ədədlər olan mövzumuz. Növbəti video izahlarda görüşərik. Bizə dəstək olmaq üçün şərhləriniz bizə çox önəmlidir. Şərh yazmağı, videonu bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Hələlik.